Salam, hər vaxtınız xeyir. Bugün sizlərə sertifikasiyadan hazırlaşan müəllimlər, MİQ-dən hazırlaşan müəllimlər üçün dərslərimizin 5-ci sinifdən izahını atacağım. İndi başlayaq 5-ci sinif 1-ci mövzudan. 1-ci mövzu xalq mahnısı, aşıq mahnısı və bəstəkar mahnısıdır. Yəni mahnının yaranmasında poeziyanın roludur. Xalq mahnısı xalq şeiri, xalq melodiyası ilə yaranar, aşıq mahnısı aşıq şeiri, aşıq melodiyası ilə yaranar. Bəstəkar mahnısı şairin şeiri, bəstəkarın melodiyası ilə yaranır. Burada deyilir ki, mahnı musiqi və şeirdən ibarət kiçik həcmli incəsənət əsəridir. Xan Şuşinskinin mahnılarının adı çəkilir burada. Qəmərimdir, Ay qəşəng ceyrandır, Şuşanın dağlarıdır, Ay qara qızdır. Xan Şuşinskiyə məxsus mahnılardır. Xalq tərəfindən yaradılır, amma Xan Şuşinski onları ifa etmişdir. Şuşanın dağları mahnısı həm Xan Şuşinskinin mahnısı kimi, həm də ki Azərbaycan xalq mahnısı kimi qeyd olunur. Burada Vətənoğlu mahnısı var. Vətənoğlu mahnısı 8/6 xanə ölçüsünə malikdir, aşıq mahnısıdır. Və sual məsələn düşə bilər ki, MİQ-də və yaxud da sertifikasiyada Şuşanın dağları və Vətənoğlu mahnısının uyğun, oxşar cəhətləri nələrdir? Mahnının şən xarakterli olması, ikisi də şən xarakterlidir və 8/6 xanə ölçüsünə malikdir. Mən əsasən fikir vermişəm dərsliklərdə 8/6 xanə ölçüsünə malik olan mahnılarda şən xarakterli olur çox mahnılar. 8/6 ölçüsünə malik olan mahnılar. Və gəlir ikinci mövzumuz vokaliz. Vokaliz yalnız səslə ifa olunan sözsüz melodiyadır. Biz müğənnilər oxuyanda arxasında vokaliz edən müğənnilər də görürük ki, onlar vokaliz edirlər sadəcə arxada. Yalnız səslə ifa olunur, sözsüz melodiyadır. Burada Arzular mahnısı var. Tofiq Quliyevin Görüş filminə bəstələdiyi Arzular mahnısıdır. 4/3 xanə ölçüsünə malikdir. Və burada dirijorluq sxemi də göstərilib. Dirijorluq sxemi həm də Şahzadə Qaraqızıl çizgi filminə də aiddir. Neft Şahzadəsi qadın səsidir, soprano vokaliz oxuyur. Sonra gəlir Araz mahnısı Asif Sinanlınındır. Musiqisi 4/2 xanə ölçüsünə malikdir. Və Araz mahnısı Azərbaycanı ikiyə bölən hər iki tərəfi mahnı və şeirdən tez-tez yad edilən Araz çayına həsr olunmuşdur. Araz mahnısının xarakteri də qəmlidir və 4/2 xanə ölçüsünə malikdir, aramlı tempdədir. 4/2 xanə ölçüsünə malik mahnılar əsasən aramlı tempdə olur, qəmli olur. 4/2-dir, 4/3-dür əsasən. Şən olanı var, amma ki əsasən dediyim kimi 4/2-dir və 4/3 xanə ölçüsünə malik olurlar. Bildiyimiz kimi Asif Sinanlı Azərbaycanda ilk romansı yazan bəstəkardır və Azərbaycanda uşaq musiqi repertuarının əsasını qoyub uşaq suitası və bu uşaq suitalarında mən sizə izah edəcəm. Sözsüz mahnı. Musiqidə sözsüz mahnılar da mövcuddur. Sözsüz mahnı sözdən istifadə edilmədən bir musiqi aləti və yaxud da ki orkestr tərəfindən yaradılmış əsərlərdir. Yəni burada oxumaq yoxdur. Sadəcə alətlər və orkestr ifa olunur. Ona əsər yazılır, belə deyək. Felix Mendelssohn'un bir çox sözsüz mahnıları var ki, bu dünyada sözsüz mahnının yaradıcısı hesab olunur. Süleyman Əsgərov da Azərbaycanda sözsüz mahnının əsasını qoymuşdu. Bu janrı ilk dəfə Azərbaycana Süleyman Əsgərov gətirmişdi və hansı alətlər üçün deyildikdə Azərbaycan xalq çalğı alətləri orkestr üçün yazılmışdı. Süleyman Əsgərovun sözsüz mahnıları belə deyilir. Ay Xəzər mahnısı Nazim Əlverdibəyovundur və sözləri Nəbi Xəzrinindir. Poeziya və kantata. Kantata bir yaxud çox hissəli, təntənəli, xarakterli vokal simfonik əsərdir. Burada oxumaq var. Kantata İtalyan dilində tərcümədə oxumaq deməkdir. İlk kantatalar solo şəklində imiş, daha sonra 17-ci əsrin axırlarında kantata artıq xor şəklində, xor kollektivi şəklində ifa olunmağa başlayır.
Deməli, Azərbaycanda kantata yaradıcısı Üzeyir Hacıbəylidir. Dünyada isə İlhan Sebastian Baxdır. Sebastian Baxın kantataları daha çoxdur, belə deyək ki. Yəni ən çox kantata yazan bəstəkarlardan biri də elə İlhan Sebastian Baxdır. Daha sonra Qara Qarayev, Fikrət Əmirov Azərbaycanda yazmışdı. Cahangir Cahangirovdur, Süleyman Əsgərovdur, Ramiz Mustafayevdir, Akşin Əlizadədir. Kantatalar yazmışdı. Məsələn, Nizami kantatasının müəllifi Üzeyir Hacıbəylidir. Sonra burada Zamanın Bayraqdarı kantatası var. Burada Qara Qarayevindir. Musiqisi Qara Qarayevin, sözləri isə Səməd Vurğunundur. Gənc idmançılar marşı mahnısı Musa Mirzəyev və Hikmət Ziyanındır. 5-ci mövzu gəlir. Bu sonuncu mövzumuzdur. İnşallah ki, gələn mövzularda kitabı izah edəcəm bir-bir sizə. Libretto və opera. Deməli, opera vokal instrumental dram əsərdir. Opera İtalyan dilində tərcümədə əsər deməkdir. Mətni musiqinin müşayiəti ilə ifa olunur operada. Solo, xor, vokal ifaçılığı, rəqs vəhdət təşkil edir. Libretto əsasında yazılır. Libretto iri həcmli musiqi əsərlərinin yazılı mətnidir. Deməli, baletdə var, operada var, operatda da var. İlk operalar İtalyan dilincə İtaliyada 16-cı, 17-ci əsrdə Claudio Monteverdi tərəfindən yaradılmışdı. Rusiyada Glinka tərəfindən yaradılmışdı. İvan Susanni idi ilk operasının adı. Azərbaycanda isə 20-ci əsrdə, 20-ci əsrin əvvəllərində Üzeyir Hacıbəyli tərəfindən yaradılmışdı və Üzeyir Hacıbəylinin Leyli və Məcnun operası ilə 1908-ci il 25 yanvar tarixində Şərqdə və Azərbaycanda ilk opera yazan bəstəkar olmuşdur. Və 1908-ci ildə təməli qurulmuşdur. Belə deyək də, operanın Üzeyir Hacıbəyli tərəfindən. Sonra Koroğlu operası gəlir. Üzeyir Hacıbəylinin Koroğlu operası 1936-cı ildə yazılmış. 37-ci ildə Bakı şəhərində, 38-ci ildə isə Moskvada böyük teatrda nümayiş etdirilmişdi. Məsələn, ilk yazıldığı vaxtı soruşanda 1936, amma Azərbaycanda səhnəyə qoyanda, Bakıda səhnəyə qoyanda 1937, Rusiyada səhnəyə qoyanda isə 1938-ci ildə deməliyik. Deməli, libretto müəllifi Məhəmməd Səid Ordubadidir. Koroğlu dastan əsasında yazılmışdır. Yəni, dastan əsasında yazılır. Şah İsmaildir, Koroğludur, Aşıq Qəribdir. Bunlar dastan əsasında yazılmış operalardır. Koroğlunun obrazı xalq üsyanında başçılıq edən cəngavərdir. Və bayaq da izah etdiyim kimi Üzeyir Hacıbəyli 1908-ci il 25 yanvar tarixində Leyli Məcnun operası tamaşa ilə Azərbaycanın milli operanın bünövrəsində qurmuşdu. Leyli Məcnun operası muğam operasıdır, amma Koroğlu operası klassik operadır. Üzeyrin 6 muğam operası var, bir klassik operası var. Burada Bayram Günü mahnısı Üzeyir Hacıbəylinindir musiqisi, sözləri isə Mir Mehdi Seyidzadənindir. Bugünlük bu qədər. İzahlarımızın davamı gələcək. Nə sualınız olsa şərh